Salam. Belə bir biokimyadan sualın izahını sizlərlə paylaşmaq istəyirəm. Deməli, qlükozanın oksigenli parçalanma mərhələsində əmələ gələn ATF molekullarındakı azotlu əsas, fosfat turşusu qalığı, riboza sayılarının cəmi qlikoliz prosesində əmələ gələn su molekullarının atom nüvəsindəki proton sayından 800 ədəd çox olmuşdur. Buna əsasən oksigenli parçalanma mərhələsində əmələ gələn istilik enerjisinin miqdarının glikolizdə əmələ gələn istilik enerjisinin miqdarından neçə kilojul çox olduğunu tapın. İlk baxışda məsələ çox uzun göründüyü üçün çaşqınlıq yaradır. Bunu hissə-hissə həll edək. Bizə qlükozanın oksigenli parçalanma mərhələsi deyir. Oksigenli parçalanma mərhələsinin reaksiyasını yazaq biz. Deməli, oksigenli parçalanma mərhələsində 1 mol qlükoza üçün C6H12O6 6 mol oksigen və üzərinə 36 ADF və 36 mol H3PO4'ten reaksiyanın sonunda alınır 6 mol CO2, 36 mol ATF ve 42 mol su ve 2600 kilojoule enerji. Və bizdən oksigenli parçalama mərhələsində əmələ gələn ATF molekullarındakı azotlu əsas, fosfat turşusu qalığı və ribozanın cəmini deyir. ATF molekulu bilirik ki, azotlu əsas, adenin azotlu əsasından, karbohidrat ribozadan və 3 ədəd orta fosfat turşusu qalığından ibarətdir. 1 mol ATF. Və bizdə burada deyir ki, 1 mol glikozanın parçalanmasını bilirik ki 36 mol ATF alınır. O zaman 36 mol adenin var, 36 riboza və bunların da hər birindən 36 ədəd olduğuna görə 36 vurulsun 3. Bunları toplayırıq. Ümumi ATF'in 36 mol ATF'də əmələ gələn riboza, adenin nukleotidi və fosfat turşusu qalıqlarını toplayanda 180-dir cavabımız. İndi bizdə deyir ki, ribozanın sayılarının cəmi biz bura qədər həll etdik. Glikoliz prosesində əmələ gələn su molekullarının atom nüvəsindəki proton sayından 800 ədəd çox olmuşdur. Biz 1 mol glikozanın parçalanmasından tapdıq ki 180 adenin, riboza və orta fosfat turşusu alındı. Çünki 36 mol ATF alınmışdı. İndi bizə glikoliz prosesində C6H12O6 üzərinə 2 mol ADF və 2 mol H3PO4'ten alınır C3H6O3, 2 mol su və 2 mol ATF. Və bizə burada deyir ki, əmələ gələn su molekulların atom nüvəsindəki proton sayı. İlk öncə 1 mol glikoza üçün glikoliz prosesində alınan su molekulunun protonlarını hesablayaq. Su molekulu H2O-dur. H hidrogenin sıra nömrəsi 1-dir. Deməli 1 protonu var. Oksigenin sıra nömrəsi 8-dir. 8 protonu var. Yazaq 8. 1 olduğu üçün olduğu kimi 8 proton, amma hidrogenin 2 ədəd olduğuna görə 2 vurulsun 1 eləyir 2. Deməli, su molekulunda 1 molunda 10 ədəd proton var. Amma bizə əmələ gələn 2 mol sudur. Ona görə 2 vurulsun 10 bərabərdir 20 proton. Bu yenə 1 mol glikoza üçün tapdığımız rəqəmdir. Və bizdən bunun fərqinin deyir ki, əmələ gələn su molekullarının atom nüvəsindəki proton sayından 800 ədəd çox olmuşdur. Normalda 1 mol glikoza üçün alınan bu ATF-in hissələri 180-dir, su isə 20 proton var.
180 çıxılsın 20 fərqi. Normalda 160 eləyir. Bu 1 mol glikoza üçündür. C6, H12, O6 üçündür. Amma bizdən 800 verib fərqi. O zaman biz yazmalıyıq altından tənasüb qrup. 800 üçün x mol. X-i buradan tapırıq. 800-ü 160-a böləndə 5 mol glikoz eləyir. C6, H12, O6. Və bizdən deyir ki, buna əsasən oksigenli parçalanma mərhələsində əmələ gələn istilik enerjisinin miqdarının glikolizdə əmələ gələn istilik enerjisinin miqdarından neçə kilojol çox olduğunu tapın. Glikoliz nəticəsində 200 kilojol enerji əmələ gəlir. Və bu 200 kilojol enerjinin, buradan yazıram, burada 200 kilojol. 200 kilojol enerjinin 5 vurulsun 200 kilojol enerjinin bizdən istilik şəklində 120 kilojolu istilik şəklində ayrılır. 5 vurulsun 120 bərabərdir 600 kilojol. Bu glikolizdə. İkinci isə bizdən deyir ki, oksigenli parçalanma mərhələsində. Oksigenli parçalanma mərhələsində 2600 kilojol enerji ayrılırdı. Bunun 1160 kilojolu istilik şəklində ayrılır. İndi biz 1140 kilojolu isə ATF şəklində, 1440 kilojolu isə ATF şəklində. ATF enerjisi şəklində toplanırdı. Və biz 5 mol glikoza tapdığımıza görə həmin bu 5 mol glikozanı vururuq 1160 kilojola. Ümumi oksigenli mərhələdə neçə kilojol enerji istilik şəklində ayrılıb onu tapırıq. Deməli 5000 bunu da vuranda 5800 kilojol oksigenli mərhələdə. Digəri isə glikolizdə istilik şəklində ayrılıb. Və bizdən bu enerjinin fərqini istəyir. Neçə kilojol çox olduğunu soruşur. 5800 kilojoldan çıxacaq 600 kilojol enerjini oksigensiz mərhələdə olanı. Cavabımız 5200 kilojol. Deməli, cavabımız Y variantı. Bu tip məsələlərdə biraz uzun görünsə də, mərhələ-mərhələ edəndə çətinlik heç bir çətinlik qalmır.